Bugün Azərbaycan və Özbəkistan arasında əlaqələr ictimai həyatın bütün sahələrini əhatə eləyir və iki ölkə arasında ölkə prezidentlərinin rəhbərliyi ilə hər gün biz inkişaf dinamikası ilə əlaqələrin daha da yüksək mərhələyə gəlib çatdığının şahidi oluruq və bu xüsusda vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatları arasında da münasibətlərin istiləşməsi müşahidə olunur. İlk dəfə 2023-cü ildə Azərbaycan qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə Özbəkistan-Azərbaycan qeyri-hökumət təşkilatlarının birinci forumu Füzulidə Özbəkistan hökuməti tərəfindən Azərbaycana hədiyyə edilən məktəbdə baş tutmuşdu. Daha sonra isə Özbəkistan qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə 2024-cü ildə Daşkənddə biz Özbəkistan-Azərbaycan qeyri-hökumət təşkilatlarının ikinci forumuna şahidlik etdik. Çox şadıq ki, qardaş ölkədə hər il dekabr ayında vətəndaş cəmiyyəti həftəliyi keçirilir və bu həftəlikdə də Azərbaycan qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eyni zamanda qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təmsil olunur. Mən əminəm ki, qarşılıqlı səfərlər, konferanslar və forumlar çərçivəsində bu münasibətlər hər gün daha da müsbət dinamika ilə inkişaf edəcək.